Çox ləzzətlidir. Mütləq hazırlayın. Çiyələkli birinci kruleti hazırlayırıq. Şəkər tozu. Şəkər əriyənə qədər mütləq qarışdırırıq. Un. Blender. Hazır olan xəmiri süzürük. Belə. İçində baxın belə bir şeylər qalır. Unun balaca xırda hissəcikləri. İstəyirik ki, bilinçkimiz daha gözəl görünsün. Bilinçiklərimiz hazırdır. Çiyələkləri doğrayırıq. Deməli, bilinçiklərimizin qızarmış hissəsi çölə baxacaq şəkildə düzürük. Mən 6 dənə eləyəcəm. Siz istəsəniz 4 dənə də eləyə bilərsiniz. 6 dənə daha qalın rulet alınır və çox dadlı olur. İçinə qaymaq krem əlavə edirik. Sonra çiyələkləri tökürük. Hər iki kənarı ortaya qatlayıb bükürük. Elə. Belə. İndi doğrayacağım, içinə baxaq.